Qurtardım, dərsi pəftorlamağa bir şeyim var. Yok. Хорошо. Sumku da düzelt onda. Mənim yanı sumkanı da düzelt. Məktəb sumkasını da düzelt, yaxşı. Zavtırkımı eləyim. Hazırlaşırıq müəllim yanına getməyə. Müəllim yanına gedəcəyik. Mənim oradan bir-iki işim var. Dükana dəyməliyəm. Oradan gedib mamaya da deyəcəm. Biraz oturaram. Həm də mamanın məndə biraz işi var. Söhbətimizi də eləyərik, işimizi də görərik. Ondan sonra gələcəm. Sonra görəcəksiniz nə edəcəm. Məktəbə uşaq aparkən xörək elə. Tamam, bir günümü çəkəcəm siz üçün, görün ki, bir gündə nələr eləyirəm. Düzelttin sumkanı? Okey. Mənim oğlum müəllim yanına gedəcək. Siz Allah baxın onun vəziyyətinə. Nurik, давай. Давай gel. Одеваем. Давай быстро. Mamanın da təzyiqi var. İndi zəng vurdu ki, aparatı da gətir. Bəlkə mənim aparatım yaxşı ölçmür. Çünki mənim mamamın mənim kimi təzyiqi, mən də mamaya oxşamışam. Təzyiqimiz bizim həmişə aşağı olur. İndi deyir ki, mənim aparatım yüksək göstərir. Bəlkə mən düzgün ölçməmişəm. Gətir öz aparatını. İndi mamaya ilə gedim təzyiqini ölçüm. Hava soyuqdur, yağış da yağır. Yağışlı da hava çok soyuqdur. Bana bakmasın köyler bizleri. Kartın örtülü de ha? Geçeceğim. Ayakkabıları getir. Kurtkayla uzatıram ipi, sumkanın ipini ki kurtkayla kısa da. Açkimi oğlum tapdı. Bilirsiniz, ben açkisiz gəzə bilmirəm bir ay qış. Oğlum açkimi tapdı. Şimdi çıxıb gedirik. Girdim Olivia'ya. Çəkmək istəyirəm elə. Hər yerdə bir adam var, utanıram. Adam içində çəkməyə. Neyse, makyaj fırçalarımı silmək üçün, yumaq üçün bərk sabun istəyirdi. İmini makyaj fırçaları üçün. Bir də tırtıklı o üstünə sürtüb, sabuna vurup sonra üstünə sürtüb göstərərəm. Eve gedim göstərərəm. O tırtıklını tapdım. Sabunu Salivya dedi, vapşi ümumiyyətlə bizdə olur. Ya sabun satılan yerlərə baxın. Ya da ki təmiz bir sabun götürün, heç ehtiyac yoxdur onu ondan almağa. Təmiz sabun götürün, ayırın onun üçün.
bu tırtıklıya sürdüm. Mənə də əsas bu tırtıklı lazım idi. İndi aldım, imama geri gedirəm. Çatramır. Gedim mamanın təzyiqini də ölçüm. Narahat qaldım. İşlərinə də kömək edeyim. Mamulyanın sonra Nurika çatım. O oluşuma çatım. Mamam partizan kızıyım ben. Hə, mama mənəm. Sən bəlkə aşağı. Həmişə aşağı olursan təzyiqəsən. 130 man çimisən nədir? Mənə də, mənə də. 130-da mən ölürəm. Hə. 200 gündə vəbşə canından olacaq başım tək. 2-3 gündür dinənliyim tikilsin. 2-3 gündür təzyiqlə oynamaq olar. Öz olanda ürəyimi də belə, ürəyimi qalxır elə bil. Təzyiq yüksək olsa ürək bulanma da verir. Yoxsa səndə əlifi boş saxla mama. Rahat qal. $120 mənsin çoxdur. Nə çoxdur? Mən həmişə 90-110 Sən Kaventon səndə təzyiqdir. Mən bilirəm səndə həmişə təzyiq aşağı olur da. Onlara gələn mən vurduram. Dedi bu Sən başına kimmisən deyə bağlamısan? Hə. Axırı rahat oldun da, gəldim, ölçdüm, rahat oldum. Bildim ki, beyin qan dövranından hələ mən bu qədər Sən deyəndə idmana mən bildim, gedirəm. sözün düzü. Mən bu qədər idmana gedirəm. İdmana getmək lazımdır. İdmana gedirəm, Bir canı su getmək içi lazımdır. sənə idmandan. Ona qədər beyin qan dövranına deyir, yaxşıdır. Su, yemək yeməmiş. Yemək yeməmiş gəldim, su içirəm, gecə oxuyuram, deyir, o beyin qan dövranı üçün əladır. Belə əlimə tutub tırtıqlı şotkanın sabına vurub belə. Bu yəssizim var ya. Yəsizim. Ama bir şey takıyor əsərləşən. Kalorifən yəsizim. Xəzər mənim simamı çəkdi. Mamulyanın evindən çıxdım. Dedim, indi mən dəyməliyəm. Rebusa bir səfər. Rebusa da gedim. Ondan sonra gedim uşaqlarını dalayacağım. İnşallah ki çatdıraram özümə. Binalara almağa gəlmişəm. Novogodniy şeylərin əlindən məktəb şeyləri daha sıxışdırılıb. Amma qəşəng novogodniy şeylər var. Bu bantiklərə çox xoşum gəlir mən. Binalara baxmağa gəlmişəm. Fırçalarımı qoymaq üçün. Makyaj fırçalarım üçün mən pinal istəyirəm. Dəniz dedi ki, yəni uzun yol üçün də yumuşaq pinal istəyirəm. Dəniz dedi ki, ruçkalar üçün olan yumuşaq pinallar var. Elə şeylər. Hər razmerdə var. Naziləri, qalınları, nə istəyirsiniz var. Böyükləri, balacaları, lap böyükləri də buradadır. Belə də var, belə pinal da var. Hər şey var. Seçim çox çətindir. Qərar verə bilmədim. Dənizə attım, dəniz dedi, hə al. Dedim, uca çıxıram gibi yox, niçin. Onsuz da çok iyiydi orada. Dedim, 3-cü gün yenə Nuriki mənim yanına gətirsəm, onu da gedib ala bilərəm. Uzunluğu, darlığı, balacalığı mənim üçün yaxşı idi, dar idi, uzun olsun əsas ki, hissləri yerləşsin. O cəhətdən yaxşı idi. Sadəcə olaraq dar idi deyə dedim, birdən açmadı. Ağzı belə dar açılardı, yaxşı açılmaz birdən hissləri rahat görə bilmərəm. Belə çox yumuşaq olmaz. Çünki o da paçkadadır, onda yəni upakovkadadır, daha doğrusu açmaq olmur. Açıq da yoxdur ki, adam baxar.
Ona görə belə gecəldim qaldım. Yəni sən olsaydım daha dəniz belə şeylərdə çox yaxşıdır. Dənizin də bir dərsi vardı, universitetə gedəcəm. Ona görə belə şeylər niyə gəlsin mənlə. Nəysə evdə videoyu çəkdim. Evdə göstərərəm, yenə məsləhətləşərəm. Məsləhət görər, gəlib alaram inşallah. Çünki mən Nurika çatmalıyam. Bir də əsas Nurulaya görə tələsdim çünki Nurika çatmalıyam. Nurika 57'dir. Yəni 3 dəqiqə sonra uşaq çıxacaq. Ona görə gedim, çatım ona. Əsas Nurika. Deməli, uşaqlar məndən mərci supu istəyirlər. Qırmızı mərcinə supunu almalar. Qırmızı mərcinə supu bizdə daha çox, yəni uşaqlar yeyirlər. Mən də onu soğan, markov deyən çorkadan keçirirəm. Hazırlayıram. İndi yağda qovuracam. Yağla qovuracam indi. Sonra da qırmızı mərcini yuyuram. Belə deyirəm, yuyuram ki, məndən başqa yuyan yoxdur da, ki, millət yumamış qoyar. Nəysə, yuyandan sonra bunu biraz qovururam. Bunu qovurandan sonra mərcini də əlavə edəcəm, başlayacağım onunla da qovurmağa. Amma bunun qapağını qoymuşam. Qapağını örtüm ki, van podda qoyuram ki, markov da soğan da biraz ölsün. Deməli, oğlum bir dəfə xəstə olanda dedim ki, heç bir yemək istəmirdi. Dedim ki, bu sənə çox polezlidir. Həm də ki, bütün mikrobları, bütün bədəndəki bütün hər şeyi öldürəcəkdir. Yəni, antibiotik kimi də istiyopludur. Yedi dadı çox xoşuna gəldi. Ondan sonra şükür Allaha ki, yeyir. Prosta ki, yanında mütləq mən ya dönər eləyirəm uşaqlar üçün, ya lahmacun bişirirəm, hazırlayıram ki, boş suxla doymazlar. Onlar deyir, yox, istəmirik, amma mən verirəm, yeyirlər. Nəysə belə, indi qovurulandan sonra qırmızı mərcini də yumuşam, hazırdır. Onu da qovuracam. Sonra çox azca mən bəzən un əlavə edirəm. Çox azca belə, haradasa bir çimdik belə un əlavə edirəm. Bəzən heç lazım olmur, bəzən isə həlimsiz olur bu mərci. Həlimlisi də olur, həlimsiz olur. Həlimsiz olanı görürəm də. Onda mən azca biraz un səpəliyirəm ki, daha bir həlimli olsun. Amma çox vaxt ehtiyac olmur sözün açığı. Belə yoldaşıma isə başqa xörək hazırlayıram. Bir də ki, mən onu deyim sizə ki, yəni nə vaxt mən su bişirsəm ki, çox nadir hallarda bişirirəm, çünki uşaqlar çox da sevirlər. Su bişirəndə, ya da ki, daha belə mərci sup eləyəndə, ət qaynatmışamsa, amma o yemək quru yeməkdirsə, o ətin suyu lazım deyilsə mənə, mütləq onun suyu ayırıram. Yox, əgər ət suyum yoxdursa, ətsiz sümüklərim olur. Bəzən yekə-yekə sümüklərim, borşçun, falançın mən tökürəm, qaynadıram ki, sonra əlavə ətlər də atıram içinə. O sümükləri isə, yekələri isə götürüb tuluyuram, ətlər isə qalır içində. Həmin o sümüklərdən, əgər görsəm ki, mənim belə bulyonum, ət suyum yoxdursa, onda onu borşa istifadə eləmirəm, çünki onsuz da borşa ət atıram mən. Bunlar üçün istifadə edirəm. Necə? Götürürəm, yəni o ətsiz yekə sümükləri, içində belə ilikləri olur, yağlı-yağlı. Atıram yekə qazana. Deməli, özdə necə edirəm? Əvvəlcə suyu qoyuram, qaynasın, qaynaya-qaynaya. Qaynayandan sonra sümüklər ki, yudum, qaynayan suya əlavə edirəm. Onda tez kəpi yığılır, kəpin yığıram. Yoxsa ki, əvvəldən soyuq suyun içərisində yudum, sümükləri də atdın və yaxud da əti atdın, qoydum. O ətin bütün ya da sümüyün bütün, nə bilim, qanı çıxır, belə suyu qaraldır, eləyir. Elə yox, qaynar suyun içinə həmişə atasınız. İstər ət qaynadanda, istər sümüyü qaynadanda fərqi yoxdur. Mən həmişə belə edirəm. Onda toyka kəfi çıxır və yığıram kəfkirlə kəfini. Ondan sonra qablara tökürəm, soyuyur, sonra qablara tökürəm, saxlayıram. İndi baxın, birini çıxartdım mərci supu üçün. Çünki mən adi suda heç vaxt, mən mərci suda, ümumiyyətlə heç bir sulu xörək mən adi suda bişirmirəm.
düşbələni də belə. Hətta düşbələni deməli bükdüklərimizin içində ət olur. Belə deyil. Amma yenə də istota gedeyim ki, arxayın olum ki, bunun içində ət var da bu ətli sulu xörəkdir. Yox, mən götürürəm mütləq ət suyu saxlayıram, ət suyunun içində hazırlayıram. Bu da mənim bütün videolarımın dayan. Yox, nə deyirlər ona? Kimsiz toy olmur. Ay Allah, nə deyirlər? Kimsiz toy olmur. Bir cür belə bir məsəl var idi. Yadımdan çıxdı. Nəsə yadımdan çıxdı deyərəm. Baxmısınız? Yox, bu da mənim o videolarım idi. Kimsiz deyərdilər, toy olmaz. Yadımdan çıxdı, nəysə. Mənim yadımdan çıxdı deyəm. Biraz da mən pomidor soku tökürəm. Əlavə edirəm. Biraz da sarı kök. Sonra isə blenderlamağa az qalmış, artıq istiotunu tökməm, əlavə edirəm. Bir də ki, mən həmişə yayda pomidor soku hazırlayanda onu qaydalarından öyrənmişəm. Deməli, pomidoru ət maşınından keçiririk. Onun üçün mənim ayrı köhnə ət maşınım var, Tokno, elektrikli yəni. Ondan keçiririk, o mənə öyrədib. Sonra qoyuram qaynamağa. Yəni, haradasa bir 10 kilo yayda ucuz olanda, haradasa bir 10 kilo çəkirəm ət maşından, qoyuram qaynamağa yekə qazanda. Qaynayır, 2 saat, haradasa 1 saat, yarım 2 saat qaynayır. Sonra axırda 2 xörək qaşığı, indi qazana baxır da, kiloya baxır. Yəni 10 kiloya mən yekə qaşıqla 2 xörək qaşığı buz tökürük. Sonra balaca bankalara və yaxud nə cür banka sizə uyğundursa, o cür bankalara töküb, təzə amma rezbaboy qapaq, təzə qapaqlardan belə sıxırdı. Sonra deməli, o isti su tökən kimi yapışan belə başlıqlar olur ağ rəngdə bankalar üçün. Böyüyü də var, balacası da var. Mən balaca bankalara tökürəm deyə həmişə pomidoru. O balaca deməli ağ o yapışqanlardan alırdı. Deməli, isti-isti tökdüm bankalara, sıxdım təzə qapaqlarla ağzına. Sonra başlardan keçirirdim bu ağ yapışqan lenti. Sonra qaynar suyu tökürdüm, top yapışırdı, всё. Sonra deməli, üstün örtürdüm, bağlayırdım, deməli, bükürdüm. Yəni, haradasa bir 2 gün qaynanam deyir ki, belə qalsın da, qaranlıqda bükülmüş vəziyyətdə. Sonra isə götürüb aparıb qoydum həyətdəki şkafa. Yəni, ondan öyrənmişdim. Amma bu il belə etmək istəmirəm. Deməli, belə adlanaz stakanlar olur. Nə bilim də, bir yol üçün, uzaq üçün adlanaz belə kardondan stakanlar olur. O stakanlara sveç pomidorları çəkib, onlara belə yarı-yarı töküb buzxanaya qoyub, bərkiyəndən sonra isə bloklara yıxıram, çünki o qablarda qalsa çox yer tutarlar. Bu il belə fikrim var, yəni qaynatmadan sveç pomidorlar saxlayım da buzlanmış vəziyyətdə. Elə düşünürəm. Bir də ki, biber də istəyirəm çəkəm. Mama həmişə mənim öz anam, yəni qaynanama da mama deyirəm. Öz anam, biber, yəni yaşıl biberdən, balqarskı deyirlər də, yaşıl biber, qırmızı biber, onlardan çəkir, sveji tökür, belə dondurma qabları olur, belə qapaqlı dondurma qablarına. Onlara tökür mama, qoyurdu buzxanaya, el istifadə edir. Deyir, elə borşa, nə bilim supa, nə bilim belə də, bu da belə şeylərə biber töksən daha yaxşı olur. Mən görmüşəm ki, internetdə pomidora qatırlar biberi. Amma bəzən elə yemək olur ki, yəni ki, ona toyka pomidor qatmaq istəyirsən, biber qatmaq istəmirsən. Ona görə mən biberi ayrı çəkərəm məncə. Onu da elə sveji, belə kardon adlarazlı stakanlara töküb yığaram. İnşallah Allah qismət eləsə, Allah pulunu yetirsə, imkan olsa, yəni bilmirəm başımıza nə gələcək hələ, vallah sabaha güvənim yoxdur, etibarım yoxdur, o qədər qorxuram indi həyatdan, o qədər Allah qorusun, elə hadisələr olur, adam qorxur. Ona görə salamatçılıq olsun, Allah yetirsin təki, inşallah salamat çıxsaq, belə eləyəcək. Bu il belə fikrim var, yəni də qaynatmaq, gedirdim, gəlirəm, qarışdırıram, tamamilə suyu çəkilsin, yəni əsasən onu belə dəti qalsın. Bu il isə belə etmək istəmirəm. Həm rahatdır, mənə elə gəlir, bu daha asandır, bu daha rahatdır. Qaynanama da dedim ki, mama bu il belə eləyəcəm. Dedi ki, hə, elə də eləmək olar. Doğrudan heç mən, o vaxtı yəni belə buzxanalar falan yox idi, belə xaladeniklər yox idi. Biz belə öyrənmişdik. İndi isə əlbəttə ki, bu nofrostlarda saxlamaq olur da, eləmək olar. Tak что, belə.
yazacağım. Krasavitsa Aska. Greçkanı boşaldırır. Neyman səs oldu. Şimdi uğraşacak mı? Evet. Basmon kreması da buradan 5 metre uzağa koyduğumda birəm buradan yaxınlaşdır da. Поместилась. Вот. Давай. Спасибочки, Эссе. Пожалуйста. Спасибочки. Дин-дон-дон-дон. Это манна. Дин-дон-дин-дон-дон-дон. Дин-дон-дин-дон-дон-дон. Лай-лай-лай-лай-лай-лай. Это один. Çok ses oldu, özür istəyirəm. Хафна. Чуть-чуть там. Это получилось хафна. Да. Чуть-чуть. Да. Чуть-чуть. Это даяшка. Buna un əlavə edirik. Unumuz bitti. Bitti. Bunda da bitirdik unumuz. Az qaldı unumuz. Unuçkamız az qaldı. Unuçkamız. Oy. Tak eləyək. Yumuşluq ölçünü tərtəmiz. O qədər rahatdır. Bu çox rahatdır bu. Bunun məndə bir şəkər tozunun pesokun içərisində var, bir də unun içərisində var. Bunun dəmiri 1 manat idi bu razmerdə də, bu ölçüdə. Bu lakı isə 50 qəpik idi. Mən 2 dənə aldım 50 qəpik. İkisini 1 manat verdim. Birini pesokun içinə qoydum, birini də unun içərisinə. Dəmir almadım. Həm xoşuma gəlmədi. Allah qaldım. Çox da yaxşıdır. Nə vaxt işlədirəm mən bunu. Çox da davamlıdır. Давай-ка. Спасибочки. Спасибочки. Deməli bu fresh üçün hazırlayıram mən bunları hər gün. Markovlar, çığındırlar, bir də almalar. Bunları hər gün yuyuram, gətirirəm həyətdən ki, deməli otaq temperaturuna düşsün. Bir də zəncəfil qatıram mən buna. Bu boyda hər gün bir zəncəfil. Bunu fresh kimi çəkirəm. Deməli içirik də hamımız. Burada isə Allah getirən bu sezonun meyvələrindən gücümüz çatanları alırıq. Mən yuyuram tərtəmiz, qoyuram bura ki, uşaqlar rahat əl atıb götürsünlər də, tənbəllik eləməsinlər. Yəni onu hazır yuyub qoyuram, tənbəllik eləməsinlər də, hazır əl atıb götürüb yesinlər. Siz inanırsınız ki, ona da əl vuran olmur. Da belə zülümlə deyirəm, Aşka bir dənə götür ye, Nurula götür ondan ye, Dəniz götür ye. Da bir dəfə yeyəcəklər ya da ki, yeməyəcəklər. O elə orada bax qalır, sonra axır doğrayıram, qoyuram, ya yoldaşım yeyir, amma mənim uşaqlarım belə əl atıb götürüb yemirlər. Hazır belə qabaqlarına da qoyuram, bilmirəm sizinkilər də belədir, yoxsa yox. Bu necə şeydir axı? Ümumiyyətlə mənim uşaqlarım belə yeyimcil deyirlər də. Hərə bir dənə yemək xoşlayır, hərə bir dənə yemək zakaz verir. Bunun yediyini xoşlamır, onun yediyini bu xoşlamır. Çox sevinirəm ki, bəzən misal üçün hamı eyni vurğuya vurur. 1-2 dənə yeməklər var ki, onlar hamının bizdə ailədə hamının sevdiyi yeməklərdir. Bəzən deyirlər ki, sən özün hazırlama da, yəni ki, bir dənə yemək qoy, yeyirlər, yesinlər, yemirlər, yeməsinlər. Böyük qızım universitetə gedir. İkinci qızım məktəbə gedir, gəlir. Müəllim yanlarına gedir. Oğlan müəllim yanına gedir, məktəbə gedir. Bunlar yorğun-yorğun gəlirlər. Uşaqlara enerji lazım, yemək lazım. Mən deyim, budur. Всё, yemirsən, elə də tərsdilər. Deyəcək, hə, budur, yaxşı biz yemirik. Hə, problem yoxdur, yemərik. İnan, acıyatarları yeməzlər. Ona görə də belə o freshi çəkirəm, içirirəm amma sevinirəm ki, hə, bir də cəhənnəm içimsə fresh çəkmişəm də, vermişəm. Çünki bu adamlar
Meyvəni də bu düyüb qoyuram hazır. Onu da yemirlər. Bilmirəm, hamının uşaqları belədir. Valla belə yeyimcil uşaqlar mən görürəm. Da bilmirəm çoxluğu nədir, amma yeyimcil uşaqlar görəm deyirəm, necə olur axı o, nə xoşbəxt valideyndir ki, hazırlayır və evladlar da onu yeyirlər. Zülmdür də zülm. Bugün baxın, yoldaşıma ayrı yemək eləyirəm. Bunlar qızlar mərci supu istədilər. Yanında dedilər heç nə eləmə. Tolka mərci supu, çünki neçə gündür quru yemək yeyirlər. Dedim, yaxşı, yenə də ürəyim gəlmirdim yanında bir şeyim. Oğlan da içir, amma oğlan bu doyumluq içməyəcək. 1-2 qaşıq içəcək, qoyacaq orada. Deyir ki, mənə onda sən dolma bişir. Yarpaq dolması xoşlayır da, dolma bişir. İnanırsınız, bayaqdan onun ətini hazırlamışam. İndi mərci supu hazırdır. İndi kişinin yeməyi ilə oğlanın yeməklərini başlayacağım hazırlamağa. Konsertdir də bizim evdə, konsert. Adam başı yemək bişir. Deməli, çəkdim sizin üçün də rebusa girmişdim, pinallara baxırdım, fırça qoymaq üçün də. Hər ölçüdə var idi orada, amma oğlan üçün də tələsirdim və qərar da verə bilmədim, çünki çox idi. Yolda da dedim ki, bəs Dəniz, qərar verə bilmədim, gəlib məsləhətləşərəm sənə. Dəniz mənə, yaxşıdır ki, heç almamışdım. Dəniz mənə məsləhət gördü ki, ya rezin materialından olsun, ya da belə prozraçlı falan belə olsun. Çünki onları silmək olar. Amma sən dedim, amma kistiçkaları istifadə eləyəcəksən, sonra qoydun onun içinə. O parçadan olsa, onu yusan da ləkəsi falan qalacaq. İçi ləkəli olacaq. Dedim, nə yaxşı ki, heç mənim başıma girmirdi, ağlıma gəlməmişdi. Mən ancaq ölçülərə falan baxırdım. Ağıl ağıldan üstündür və evlad olmağına baxmayaraq, məndən yaşlı kiçik olmağına baxmayaraq, amma görürsünüz, ağıl ağıldan üstündür, qulaq asmaq lazımdır. Dedi ki, mən sənin üçün baxaram, narahat olma. Bəs mən onların universitetin yanında da rebus var. Dedi ki, mən deməli yaxınlıqda var, bizim universitetə yaxınlıqda var. Vaxt eləsəm, baxaram sənin üçün. O qəşəng mənim üçün elə aldı, gətirdi. Belə prozraçını görün. Ölçüsü də tam istədiyim kimi. Dedi, üstündə uşaq risunkaları, uşaqlara aid risunkalar olan çox idi. Bir dənə belə avokadolu var idi. Bunu böyüklər də işlədə bilər, uşaqlar da işlədə bilər. Dedi ki, bunu aldım sənin üçün. O qədər sevindim, elə sevindim. Dedim, qoy sizə göstərim. Özüm sevinirəm, siz də sizə də, siz niyə sevinəsiniz? Mən də. O üçün mən çox sevindim, amma deyirəm, bütün kistlərimi də, kistiçkalarımı hamısında yudum, o tırtıqlı ilə hamısında yudum, qəşəng. Bəs doğrudan da sizə məsləhət görürəm, o tırtıqlıdan mütləq alın. Çünki mən bir dəfə sabunla təmiz sabun ayırmışdım, onunla yumuşdum. Qətiyyən o effekti almamışdım. Bu tırtıqlı ilə möhtəşəmdir. Həqiqətən də kist təmizləmək üçün, yəni kist nədir? Fırça təmizləmək üçün. Bəs mütləq o tırtıqlıdan almaq lazımdır. Bu videoda tırtıqlını bilirsiniz nə deyirəm, mən adını bilmirəm. Qızıma da deyirəm, tırtıqlı nə? Mən tırtıqlı deyirəm, mənim izləyicilərim mən bilir. Belə. Burada bitirim deməli videomu. Çünki deməli freşi də çəkdim, yedizdirdim, içizdirdim, yoruldum. Sonu amma yaxşı oldu, sevindim. Sevindirdi qızım məni. Belə sizi də yormayım. Məncə yetərli qədər video oldu. Qızım da məsləhət bilir ki, amma çox belə uzun videolar yükləmə. İzləmək də daha rahat olsun deyə demişəm baş üstə. Sevindirici bir xəbər. Mənim artıq 9 izləyicim var. Bir belə artır, mənim artıq 9 izləyicim var. Və bunların hər zamanki kimi 3-ünü ayırırıq. Deməli, 6-sı yəni mənim tanımadığım, amma məni izləyənlərdir. O 6 nəfərə buradan sevgilərimi göndərirəm. Çox sağ olun deyirəm. Sizin üçün heç bir problem yoxdur. Bir dənə tık eləyirsiniz ora. Amma mənə o qədər motivasiya olur. İnanın, mənə o qədər motivasiya verirsiniz. Məni deməli, videomu izləyib, amma izləməyənlərə də məni motivasiya eləyin, nə olur. Bir dənə tık eləyin ora. Sizin üçün heç bir şeydir, amma mənə sevdiyinizi elə anlayıram mən. Yəni ki, belə başa düşürəm, deyirəm ki, əgər məni izləyib, sevsələr, bəyənsələr, izləməyə alarlar, abunə olarlar, yəni. Mən də sevgini elə başa düşürəm də, elə görürəm.
Ona görə də bura qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. Amma ki, izləməyə alsanız daha da motivasiya olub, daha da çox gözəl şeylər, yəni olduqca paylaşaram inşallah. Gündəlik həyatımı, nə yaşayıram, hamısı da paylaşıram. Məndə belə necədir, belə artistlik də yoxdur. Nə var odur? Heç belə olduğundan belə çox şeylər artıq göstərməyi sevmirəm. Ona görə təbiilik, dürüstlük sevirsinizsə məni izləyərsiniz yəqin ki. Sizi çox sevirəm, çox təşəkkür eləyirəm. Bura qədər izlədiyiniz üçün çox təşəkkür eləyirəm.